ən kasıb ölkələrindən biri pullarını niyə küçəyə tökür? Burada nə banka, nə də seyflərə ehtiyac yoxdur. Somalidə pullar açıq səma altında, az qala meyvə-tərəvəz kimi piştaxtalara düzülür. Açıq pul bazarı kimi tanınan bu yerdə satıcılar sanki pul sərgisi keçirirlər. Böyük və görünən bağlamalara yığılan və heç bir qoruması olmayan pulları sanki tullantı kağız yığını kimi daşıyırlar. Burada pullar ya yük arabasında, ya da torbalarda saxlanılır. Satıcılarsa pulları sayaraq yox, az qala çəki ilə dəyişirlər. Pullar çox rahat şəkildə yerə düzülür. Satıcılar mağazalarından çıxmaq məcburiyyətində qalanda əmanətlərinin üstünü sadəcə parça ilə örtürlər. Geri qaydanda da əskinazların toxunulmamış halda yerində olduğunu görürlər. Polisin və nəzarətçinin olmadığı bu bazarda heç vaxt oğurluq hadisəsi də qeydə alınmayıb. Qısacası, heç kim pullar nəzarətsiz qalsa belə əmanətə xəyanət eləmir.